Salam dostlar, bu günləri 28 dekabr 2025-ci il qarşımda bir gözəl tarixi bina var. Arxama baxmayın, bu mənim arxamdır, o katedraldır. Qarşımda bir bina var, indi onu göstərəcəm və biraz onun haqqında məlumat verəcəm. Bu yuxarı hissəsidir. Bunun üstündə sgraffito üslubunda bəzi şeylər var. Bu da aşağısı. Pilsen şəhəri 13-cü əsrdə artıq şəhər statusu almışdı əlbəttə və bu binanın yerində başqa bir bina var idi. Lakin 16-cı əsrdə həmin o binanı sökdülər, yəni 1554-cü ildə həmin binanı sökdülər və yerində həmin bu binanı, gördüyünüz binanı tikdilər. Yenə göstərəcəm binanı əlbəttə və 1558-ci ilə qədər davam elədi binanın tikintisi. Tikintinin memarı İtalyan memar Giovanni de Statia olmuştur və bu bina Rənesans dövrünün tikililərindəndir. Eyni zamanda bu Çexiyada Rənesans dövrü memarlıq üslubunda erkən nümunələrdən biri sayılır Çexiyada ümumi, yəni nəinki Pilsende. Binanın biraz da yaxından göstərirəm. Deməli burada belə bir şey var. Bunlar nədir? Bunlar əslində olmayıb əvvəl. Bunları 1914-1917-ci ildə bunun üstünə vurublar, sgraffito üslubunda. Bunlar yəni fırça ilə çəkilmiş şəkillər deyil. Divarı oyublar, bu cür rəsm kimi düzəldiblər. Bunlar divar oyulub. Burada şəkillərdə kralların zadın şəkildir. Vatslav 2-dir, 3-dür nə yazılıbsa burada. Znak Kral Mesta Plizeni, Jean Lucek. Bir sözlə burada bunların kralları və övliyalarıdır. Bibliyadan bəzi rəsmlər olmalıdır, səhv etmirəmsə. Və bəzi sözlər yazılıb burada. Həqiqət, ədalət və s. bu cür şeylərə aid aforizmlər fason bir şeylər yazılıb. Binanın tikilmə səbəbi isə elə 16-cı əsrdən, yəni tikilən vaxtdan burada şəhərin mühüm işlərini, qərarlarını belə deyək, burada veriblər. Bütün sənədlər, zadlar və s. başqa şeylər burada imzalanıb, burada qərarlar verilib, burada iclaslar keçirilib. Günün bu gündə bu bina yuxarı hissələri bələdiyyə binası gedir. Yəni Pilsen şəhərinin şəhər binası da belə deyək, Pilsen şəhər binası. Eyni zamanda kulturnu pamatka, yəni mədəni abidə kimi bura qorunub saxlanılır. Ətrafda bura ümumiyyətlə Namestib Republik, yəni Respublika meydanı deyək. Orada yerləşir və katedral da arxamda, katedralın yanıdır belə deyək. Ətrafda göstərim. Bu binanın özüdür. Buradan belə. Hələlik dostlar, inşallah başqa videolarda görüşərik. Sağ olun.